Salam, gəlin bir anlıq düşünək. Necə olur ki, dünən heç kimin ağlına belə gətirmədiyi bir fikir, bugün cəmiyyətdə normal bir şey kimi qəbul edilir. Bax, bugün biz məhz bu prosesi, yəni ictimai rəyi dəyişdirmək üçün istifadə olunan çox güclü bir konsepsiyanı, Overton pəncərəsini təhlil edəcəyik. Bilirəm, bu sual ilk baxışdan çox təxribatçı, hətta absurd səslənir. Amma bugün təhlil edəcəyimiz nəzəriyyə iddia edir ki, əslində ən ağla sığmaz, ən qəbul edilməz ideyalar belə xüsusi texnologiyalar vasitəsilə addım-addım cəmiyyətə qəbul etdirilə bilər. Gəlin baxaq, görək bu proses necə işləyir. Yaxşı, gəlin elə təməldən başlayaq. Ümumiyyətlə bu Overton pəncərəsi dediyimiz nədir? Deməli, bu nəzəriyyə adını sosioloq Joseph Overtondan alıb. Overton, ictimai müzakirələrdə hansı fikirlərin məqbul sayıldığını göstərən bir növ pəncərə təsvir edib. Fikir belədir ki, siyasətçilər yalnız bu pəncərənin içində qalan, yəni cəmiyyətin qəbul etdiyi ideyaları sərbəst şəkildə müzakirə edə bilərlər. Pəncərədən kənarda qalan hər şey isə radikal və ya ağla sığmaz sayılır. Ancaq diqqət yetirməli olduğumuz vacib bir məqam var. Mənbəyə görə bu pəncərə təbii şəkildə, yəni öz-özünə hərəkət etmir. Əksinə, bu cəmiyyəti proqramlaşdırmaq üçün düşünülmüş, məqsədyönlü bir texnologiyadır. Yəni, kimsə o pəncərənin sərhədlərini bilərəkdən şuurlu şəkildə dəyişdirir. Və mənbə bu fikri Nathan Rothschild'in məşhur sitatı ilə gücləndirir: kim informasiyaya sahibdirsə, dünyaya da o sahibdir. Yəni, bütün bu təhlilin arxasında dayanan əsas fikir budur ki, Overton pəncərəsi güclü elitaların ictimai rəyə nəzarət etmək üçün istifadə etdiyi bir alətdir. Yaxşı, bəs bu pəncərəni yerindən tərpətmək, sərhədlərini dəyişdirmək necə olur? Mənbəyə görə bunun üçün 6 mərhələli bir proses var. Gəlin baxaq. Baxın, bu 6 mərhələ əslində bir ideyanın tamamilə qəbul edilməz bir tabudan qanuni bir normaya çevrilməsinin sanki bir yol xəritəsidir. İndi gəlin bu yolu addım-addım gedək və hər mərhələni ayrı-ayrılıqda araşdıraq. Bu nəzəriyyənin necə işlədiyini daha aydın görmək üçün gəlin mənbənin verdiyi ən radikal, hətta şok edici nümunəyə baxaq. Söhbət kannibalizmin legallaşdırılmasından gedir. Gəlin izləyək, görək bu 6 mərhələ bu konkret nümunə üzərində necə tədqiq olunur. Deməli, birinci mərhələ, ağla sığmaz. Buradakı məqsəd ideyanı təbliğ etmək deyil, qətiyyən, sadəcə mövzunu müzakirəyə açmaqdır. Yəni, elmi, akademik dairələrdə bu mövzu haqqında danışmağa başlayırlar. Beləcə, mövzu ətrafındakı o danışmaq olmaz tabusu qırılır və insanlardakı ilkin şok tədricən azalır. Keçirik ikinci mərhələyə, radikal. Artıq bəzi radikal qruplar bu ideyanı açıq şəkildə müdafiə etməyə başlayır. Alimlər simpoziumlar keçirir və çox vacib bir məqam, dilin təsirini zəiflətmək üçün kannibalizm kimi qulağa sərt gələn bir sözü daha elmi, daha yumşaq səslənən antropofagiyaya ilə əvəz edirlər. Və üçüncü mərhələ, məbul. Artıq işin içinə mediada qoşulur. Bu ideyaya qarşı çıxanlar düzümsüz, köhnə fikirli, hətta fanatik kimi təqdim olunur. Əvəzində isə ideyanın tərəfdarları normal, müasir, mütərəqqi insanlar kimi göstərilir. Görürsünüz, artıq sərhədlər yavaş-yavaş dəyişir. Dördüncü mərhələyə çatdıq, ağlabatan. İndi ideyanı tamamilə rasionallaşdırmağa çalışırlar. Məsələn, deyirlər ki, bəzi xüsusi hallarda, tutaq ki, aclıq və ya tibbi zərurət zamanı bu ağlabatan ola bilər. Hətta populyar mədəniyyət də bu işə qoşulur. Televiziya şovlarında bu mövzu ilə bağlı zarafatlar edilir. Bu da onu get-gedə adiləşdirir, gündəlik həyatın bir parçasına çevirir. Və 5-ci mərhələ, populyar. Artıq bu ideya hər yerdədir. Sanki hər kran açanda bu mövzu axır. Mediada, filmlərdə, seriallarda. Məşhurlar, siyasətçilər bu barədə danışır. Hətta birdən-birə bu fikrin əslində nə qədər populyar olduğunu sübut edən saxta və ya şişirdilmiş statistikalar ortaya çıxır. Nəhayət sonuncu, 6-cı mərhələ, siyasət. Proses tamamlanır. Artıq o ağla sıxmaz ideya qanunla təsbit edilir, rəsmiləşdirilir. Və ən maraqlısı odur ki, indi bu qanuna qarşı çıxanlar cəmiyyət tərəfindən qınanır, hətta hüquqi cəhətdən cəzalandırılır. Beləcə bir vaxtlar ağla sığmayan bir şey yeni siyasi normaya çevrilir. Yaxşı, bütün bu prosesi anladıq. Bəs bunun bizim üçün əhəmiyyəti nədir? Nəticə nədir? Gəlin, mənbənin bu mövzudakı son xəbərdarlığına diqqət yetirək. Bütün bunları bilmək niyə bu qədər vacibdir? Mənbənin əsas arqumentlərini ümumiləşdirsək, ortaya belə bir mənzərə çıxır. Birincisi, bu pəncərə təbii bir təkamül deyil, bir texnologiyadır. İkincisi, bu texnologiyadan müəyyən bir dünya elitası və ya pulun gücü istifadə edir. Üçüncüsü, bu texnologiya ən çox o zaman təsirli olur ki, cəmiyyətdə yaxşı ilə pis arasındakı sərhəd bulanıqlaşır.
Və nəhayət, tolerantlıq adı altında sağlam düşüncənin hüdudları aşılanda cəmiyyət bu cür manipulyasiyalara qarşı çox həssas vəziyyətə düşür. Bəs bütün bu manipulyasiya texnologiyasına qarşı necə durmaq olar? Mənbənin təklif etdiyi çıxış yolu əslində çox sadə səslənir. Özümüz düşünməliyik. Yəni bizə təqdim olunan hər hansı bir məlumatı, xəbəri, ideyanı kor-korana qəbul etmək yerinə onu tənqidi bir süzgecdən keçirməliyik. Və bu təhlili belə bir son sualla yekunlaşdırmaq istəyərəm. Üstünə düşünməyə dəyər. Sosial tərəqqi ilə sosial mühəndislik arasındakı o incə sərhəd haradan keçir? Yəni, cəmiyyətdə gördüyümüz dəyişikliklər təbii bir inkişaf prosesidir, yoxsa kimlərinsə şuurlu şəkildə həyata keçirdiyi bir layihədir? Bu sərhədi ayırd etmək mümkündürmü?